Salam, bugün sizə Excel-də data validation haqqında məlumat verəcəm. Deməli, data validation yerləşir data tabunun içərisində, data to student qrupunda. Yaxşı, bu nədir? Xanaya məhdudiyyət vermək üçündür. Məsələn, tutaq ki, N sütununu seçdik. Gəlirik data validation içərisinə. Belə bir dialoq pəncərəsi açılır. Bu dialoq pəncərəsindən birinci biz dəyərimizi seçirik. Deyirəm ki, whole number, yəni tam ədəd olsun. Sonra burada seçimlər var. Məsələn, həmin hissəyə biz tutaq ki, müəyyən bir ədəd aralığı verək. Ondan sonra, məsələn, deyək ki, 5 ilə 20 arasında olan ancaq ədəd daxil edə bilərik. Və yaxud bunun əksi, tutaq ki, 5 ilə 20 arasında olmayan istənilən bir ədəd olsun. Nə bərabər olmayan, böyük olan, ondan sonra kiçik olan, böyük bərabər, kiçik bərabər olan hansısa bir, yəni aralıq daxil edə bilərik. Məsələn, seçək greater-sən. Deyir ki, sən deyir həmin bu sütuna minimum hansı ədəd daxil edə bilərsən? Tutaq ki, minimum 50. Ondan sonra gəlirik burada error hissəsinə. Burada hətta error mesajını belə özümüz təyin edə bilərik. Deyirik ki, bu bizə information kimi təqdim olunsun, əgər səhv ədəd daxil edəcəksə. Məsələn, yazaq ki, bura, məsələn, düzgün ədəd daxil edin. Tutaq ki, minimum 50 olmalıdır. Okey deyək. Baxın, minimum 50-dirsə, məsələn, mən bura əgər 40 yazsam və Enter-i bassam, avtomatik mənə belə bir xəta mesajı çıxır. Deyir, sən düzgün ədəd daxil eləməmisən, minimum 50 olmalıdır. Deyir, 40-ın burada nə işi var? Okey. Okey deyəndən sonra bunu saxlaya bilirik burada. Ümid edirəm ki, hər kəs aydın oldu. Data validation, yadda saxlayın.